Gül kimi balığı priprava eləyib qoyublar ola. Hepdir öz qızartma balıqlarımız. Her şey bizde ya. Yəni öz mətbəximiz kimi dünyada mətbəx yoxdur, bir daha onu deyə bilərəm. Biz Zəddindən gəldən sonra burada oturduq yeməyə. Baxın balıq tuturuq indi özümüz. Pişirsinlər. Wow. Papa var mı önde tutuyor? İndi biz onu yeyərik ya. Tamam abi biz de yemeği yemeği. Это свиньи? Krevetkadır. Ləri. Это креветка. Söylerdim de yiyeyim. İçindəki soğan ujaslıdır. Deməli bu bifdir. Bunun xüsusi sosudur, malat. Tofu. İndiyənə qədər tofu yeməmişdim. İlk dəfə də tofu sifariş verdim. Görün bu nə olan şeydir, hə? Şunu ye. Tofu ucuz. Ben burada da belə təmizlənməmiş krevetka sifariş vermişik. Balaca jarindən. Bu nədir yanında mən batırıb yeməyə? Bu dadına baxın. Bunu belə qaşıqda yeyəcəm. Bayıldım. Yomar. Muz balıq da gəldi. Görək necədir burada. Ben de birisi tuttum ama böyle. Doğrayıb belə də gətiriblər. Atasına nəhlət. Mən bu çubuqla yeməyə öyrəndimsə qəti. Gül kimi balığı priprava eləyib qoyublar ola. Hepdir öz qızartma balıqlarımız. Her şey bizde ya. Yəni öz mətbəximiz kimi dünyada mətbəx yoxdur, bir daha onu deyə bilərəm.